Şah İsmayıl Xətaiyə bizim münasibətimiz necə olmalıdır? Yəni, bilirsiniz, o əslində Əhlüsünnə qatilidir. Zındığın biridir. Aydındır. Bismillahirrahmanirrahim. Qardaşlar sual göndəriblər. Sual çox qəribə sualdır. Soruşurlar ki, Şah İsmayıl Xətai barədə nə deyə bilərsiniz? Əvvəla biz kimi ki, tarixi şəxsiyyət barədə hökm verək. Deyək ki, o zındıqdır, qatildir, kafirdir və s. Biz kimi yaxı? Allah Subhanahu Teala Bəqərə surəsində iki yerdə, iki ayədə, eyni ayədə bizə xəbər verir. Deyir ki, tilkə ümmətun qad xalət ləhə mə kəsəbət və ləkum mə kəsəbtum və lə tusəlun ammə kənu yəməlun. Onlar bir toplum idi, gəlib getdilər, onların elədiyi onlara aiddir, sizin elədiyiniz sizə. Onların etdiyi əməllər barədə siz sorğu-sual olunmayacaqsınız. Biz tarixi məsələləri qabardıb, tarixi şəxsiyyətlərə dil uzatmamalıyıq, hikmətli olmalıyıq. Qiyamət günü bizdən soruşulmayacaq. Nə qəbirdə, nə qiyamət günü soruşulmayacaq ki, sən niyə Şah İsmayıl Xətai barədə danışmamısan? Səndən soruşulacaq, Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir? Yəni bu həyatda həqiqi müsəlman olmusanmı? Lakin burada bir incəlik var, əziz müsəlmanlar. O adamlar ki, böyük şəxsiyyətlərə dil uzadır və belə tarixi şəxsiyyətləri sevməyənləri, sevənlərə, onu sevənlərə qarşı qızışdırır. Ona nifrət oyadır, ədavət oyadır və s. Sonra da bu qarşı durmaya gətirib çıxarır. Bu yaxşı şey deyil, bu müsəlmana yaraşan deyil.